Canım arabam, gözəl maşın. Qonşu, günün gündən maşallah olsun. Qulaq, sən onun 6 satdın mı aldın? Valla sən kimi deyənin bir dənə o deyir, o şey nə var? Ha, deyir orada 1000 yerli olsun, bir deyənli olmasın. Ha, yox qonşu, mənlə qonşulardan deyiləm. Vallahi. Ha, buyur, ben nə deyirdin ki? Baxıram ki, maş gözəl, atdı, at. Qaqa. Bunu nətər əldə eləmişsən? Bunu nətər eləmişsən? Hə, bir gəl buradan, evdən eşidirlər. Ha. Bax, nə qardım, köhnən 16 apardım, satdım. Aha. Getdim avtokreditə, bir dənə maşın tapdım, aldılar mənə kreditlə verdilər. Ay 2 dənə 16 qalıb, bir qapıda atamın yanıcarı qalıb. Gəl gedək. Bir sən ağala. Sən gəl onları satma. Onlar çünki bilirəm ki, dədəyin yadigarıdır. Ay sağ. Satmaram. Allah onu qəni rəhmət eləsin, ruhu şad olsun. Vallahi. Abi, orada nətər edirlər? Onu satmamaq üçün gəl onun 16'lar aparaq avtokreditdə salaq kreditə. İkisini də sal kreditə, pul götür. Aha. 06'lar da qalacaq yerində, götürdüyün pula da get bir dənə ayrı maşın al da. Onlarda nətərdir abi? Elə bil ki, pulu maşın aparırsan, öz idarə etdiyin avtomobil varsa, yəni ili 90-cı ildən yuxarı. 20 dəqiqə kreditdə sallasa pul verirlər, götürdüyün pulu da bu ay götürsən, gələn aydan. Gedirəm maşın alıram, yavaş-yavaşda onun kreditini ödəyirəm. Ödəyirsən. Maşında qalır özün. Fərqi yoxdur, öz sürdüyün maşını da aparırsan, əgər təcili pula ehtiyacın varsa, öz sürdüyün maşını da aparırsan, onlarda 20 dəqiqə kreditdə salıb pul götürürsən. Nə yaxşı qonşu. Yorulmayasın, öpürəm səni. Əlaqə nömrəsini deyərsən də bir dənə. Birdən sən buradasan, sən oradasan, indi bilmirəm. Qoyayım, 050 723 3607. Qolunlara qoyma da batırırsan. Bağışla qonşu, bağışla. Allah xeyir versin qonşu. Allah sağda qismət eləsin. Xeyir versin. Sən o nömrəyə zəng elə, get götürəsən.